İndi mən elə üzr istəyirəm də dedim qoy bir getmişəm Dövlət Poliklinikasına Əhmədlidə, Xətai rayonunda 6 saylı Dövlət Poliklinikasına. Baxıram ki, nə qədər insan var. Dediyin məsələn, əksəriyyət görürsən ki, heç vaxt olmayan dərəcədə çoxluq var və hamıda orada da çox xoşum gəldi. Poliklinikanın müdürü, baş həkim Nərmin xanım, gözəl bir kollektivi var, gözəl bir idarəçiliyi var. Orada Sədaqət xanım terapevtləri yüksək səviyyədə qarşılayır. Sonra göz həkimləri var, Günel xanım Hüseynova, sonra Mehriban Əliyeva var. Orada o işləri qaydasına salır, təqdim eləyir, qəbul eləyir. Sonra çox gözəl rentgen həkimləri var. Elə yeri gəlmişkən mən də özüm bir yoxlatdım. Heç yadıma gəlmir axırıncı dəfə. Şahanə xanım peşəkarlıqla özü də ən axırıncı 6 aparatdan ölkədə biri rentgen aparatdan biri oradadır. Yəni insanları xəstə insanlar çox həssas dəfə gəlir. Sadəcə vaxt ayırmalıdırlar özlərinə. Həm vaxt ayırmalıdır. Mən niyə deyirəm mən? Yəni mən baxmayaraq ki, heç bir şikayətim yoxdur. Profilaktik olaraq fikirləşirəm ki, bir yoxlayım da birdən şeytan işidir, birdən nəsə orada bir şey olar. Olmadı, mən niyə gecikdirim ki? O da Şahanə xanım sağ olsun, bax dedi ki, işin yoxdur. Doktor, neçə aydan beri yoxlanırsınız? Mən təbii ki, imkanım vaxtaşırı yoxladıram 3 aydan bir. Baxır nəyi? Baxır nəyi? Analizləri 3 aydan bir analizlərimi verirəm. Bilirsən nədən gedir Samir bəy? Şikayətim olmadan da insanlar gecikəndə, tutaq ki, xərçəng gəlib məni tapıb. Mən vaxtında bilirəm ki, bir mənalı şəkildə müalicəsi var. Bir mənalı. Yox, sən onu gecikdirdin, gəldi, metastaz verdi. Onda da işlər pozulur və heç nədən məhv olub gedirsən. Ona görə hər şeyi vaxtında, vədəsində. Ona görə də profilaktik